Sumqayıt şəhərinin 76 yaşı münasibətilə şəhərdə geniş miqyaslı abadlıq, quruculuq və infrastruktur layihələri davam etdirilir. Şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, yaşıl ərazilərin bərpası və genişləndirilməsi məqsədi ilə müxtəlif park və prospektlərdə ardıcıl işlər görülür. Şəhər günü çərçivəsində yaşıllaşdırma tədbirləri Nəsimə adına Mədəniyyət və İstirahət Parkında da davam etdirilib. Ərazidə çoxsaylı ağaclar və dekorativ bitkilər əkilib. Parkın mövcud yaşıllıq sahələri yenilənib. Torpaq qatı bərkidilib və zədələnmiş hissələr bərpa olunub. Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyindən verilən məlumata görə prosesə qurumun əməkdaşları geniş tərkibdə cəlb edilib. Parkın müxtəlif hissələrində torpağın havalandırılması, suvarma sisteminin səliqəyə salınması və yaşıl sahələrin daha funksional vəziyyətə gətirilməsi istiqamətində işlər görülüb. Yaşıllaşdırma İdarəsi tərəfindən də Ludwigshafen Parkında növbəti yaşıllaşdırma aksiyası həyata keçirilib. Şəhər günü münasibətilə park ərazisinə 76 ədəd sərf, eyni sayda zeytun və eldar şamı ağacları əkilib. Əkilən bütün tinklərə agrotexniki qaydalara uyğun şəkildə qulluq göstərilib, torpaq qatları yenilənib, suvarma prosesi təşkil olunub və ağacların sağlam böyüməsi üçün xüsusi gübrələmə tədbirləri aparılıb. Ludwigshafen Parkında aparılan bu işlər yalnız bir günlük aksiyanı deyil, uzun müddətli yaşıllaşdırma strategiyasını əhatə edir. Şəhərin yaşıllıq fondunun qorunması, mövcud ağacların saxlanılması və yeni yaşıllıqların artırılması istiqamətində tədbirlər il ərzində fasiləsiz şəkildə davam etdiriləcək. Məqsəd Sumqayıtın daha geniş, sağlam və ekoloji cəhətdən dayanıqlı yaşıl zonalara sahib olmasını təmin etməkdir. Şəmistdan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.